Bizim Dentmatic 500X keramika sobasıdır. Xamilyon gedir bunlar. Quraşdırılması sadədir. İlk öncə cihazın qıraqdan bir motoru gəlir bizə. Bu kompresordur. Kompresor onun işləməyinin əsas funksiyasını yerinə yetirir. Taxmaq üçün aparatın sol tərəfində yer var. Keçirdirik bura. Daha sonra burada diqqət yetirməli olduğumuz məqam nədir? Burada to pump yazılıb. Belə bir əlimizdə filtrimiz var bizim. Bu pampa doğru olmalıdır. Yəni bu hissəsinə keçir. Davamı artıq əlimizdə əlavə belə bir kanalımız var. Keçirtdik filtrin üzərinə və digər tərəfi isə gedir, quraşdırılır aparatın sol tərəfində olan kompresor çıxışına. Bu bizim kompresorumuzdur. Kompresorumuz artıq hazır vəziyyətdədir. Taxıldı. Daha sonra kompresorumuzun ayaqları var burada. Mən taxmayacağam, gərək yoxdur. 4 ayaqlıq və bir də üst hissəsi üçün hava çıxışıdır. Yəni çox rahat şəkildə taxılır bunlar. Ehtiyac yoxdur bunları göstərməyə. Yəni daha sonra bu materialdır. Bu bizə gərəkli deyil və power kabelimiz. Cihazın power kabelini taxdığınız zaman yan hissəsində düyməsi var. Düymə ilə yandırırsınız. Bu isə power kabelin keçid yeridir. Taxdınız və aparat qoşuldu. Bu aparatın iç hissəsi üzrə, yəni daxili proqramı üzrə bizim texniki əməkdaşımızın görə biləcəyi bir iş yoxdur. Çünki bu cihaz sırf diş texnikləri üçün nəzərdə tutulub.